Salam dəyərli şagirdlər. Bugün dəyər nəşrlərinin sınaq imtahanı keçirilmişdi. Hal-hazırda 4-cü sinif Azərbaycan dili suallarını birbaşa, yəni variantlar üzərindən izahını verəcəm ki, sürətli bir şəkildə yoxlayasınız. Video başlamadan öncə bir kiçik xahişim olacaq. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. İndi isə vaxt itirmədən başlayaq. Deməli, yəqin ki, bu Nəsrəddin Tusi mətnini şagirdlərimiz diqqətlə oxuyublar. Birincidə hansı fikir Tusiyə aid edilə bilməz? Yazıb ki, gördüyü işlər ancaq səmanın öyrənilməsinə bağlı olmuşdu. Bu səhvdir, çünki uşaq tərbiyəsinə bağlı da kitab yazmışdı. Birdə C. 2-də mətnə əsasən hansı bənddəki şəklin teleskopa aid olduğunu müəyyənləşdirin. Burada B olacaq, teleskopun şəkli B variantındadır. 3-cü sualda hansı sualın cavabını mətndən tapmaq mümkündür? Tusinin fikrincə insan nə ilə öyünə bilər? Baxın, burada var idi, yazmışdı ki, o deyir ki, insan geyimi ilə, bəzəyi ilə yox, gördüyü gözəl işlərin nəticəsi ilə öyünə bilər. 4-cü sualda qırmızı hərflərlə verilmiş sözün hansı sözlə əvəz etmək olar? Bu, peşə sənət 4-də B olacaq. 5-də uyğunluğu müəyyənləşdirin. Diqqətlə baxaq. Birinci, o yaşıl, yəni üçbucaq qoyulmuş abzasda nədən söhbət gedirdi? Tusin adını daşıyan, səmada Tusin adını daşıyan yer var. Baxın, bu yaşıl olan yerdə. Sonra ikincidə diqqətlə baxsaq, kvadrat işarəsi qoyulmuş abzasa baxsaq, burada nə yazıb? Tusinin kəşfləri marağa səbəb olmuşdu. Bəli, dünyanın bir çox ölkələrinin alimlər onun yanına gəlib kəşflərlə tanış olmuşdu. Digər o romba oxşayan işarə isə alim uşaqlara peşə seçimi ilə bağlı məsləhətlər vermişdi. Burada da götürə bilərik ki, Tusi həvəs və bacarığı nəzərə almağı vacib hesab etmişdi. Yazmışdı ki, bura. O yazmışdı ki, uşaqlar öz həvəs və bacarıqlarına uyğun peşə seçməlidirlər. Belə olduqda onlar uğur qazana bilərlər. 3-ə də B-ni götürdüyümüzə görə 5-də D variantı olacaq. 1A, 2C, 3B D variantı. 6-da vergü işarəsi qəsdən buraxılmışdı. Hansı cümlədə ki ədatdır? Biz bilirik ki, ki adlara artırılanda, yəni fe'lə yox, digər adlara artırılanda adətən ədat olur. Mən bunu demişdim, mən ki bunu demişdim. 6-da A. 7-də şeirdə hansı fikir deyilmişdi? Diqqətlə baxsaq, bənzəsə də laləyə, zambaqdır, lalə deyil. Yəni, lalə və zambaq bir-birinə oxşuyur. Bu daha məntiqlidir. B-ni niyə götürməyə? Yazıb ki, lalədən fərqli olaraq zambaq qırmızı rəngdədir. Məsələ burasındadır ki, lalə də qırmızı rəngdə ola bilər. Aha, bu da belə. 7-də dedik, 7-də D variantı. 8-də yüksək sözünün sinonim işlənmişdir. Bayraq hündür dirəyin, yüksək dirəyin. Bunu götürə bilərik. 8-də B. 9-da hansı cümlədə əvəzdən sonra verginin qoyulması səhvdir? Bu binada dostum yaşayır, dostumgil yaşayır. Hansı binada? Əgər isimləşməyibsə, vergilə ehtiyac yoxdur. 9-da A. 10-da neçənci misrada ismin təsirli yal şəkilçisi işlənmişdir? Mən isə güllərimi, nəyi? Güllərimi. 3-cü misrada var, 10-da C. 11-də hansının səbəbini mətnə əsasən müəyyən etmək mümkün deyil. Yazıb ki, quzunun niyə qayıtmamağı. Yəni, quzusu itib, amma niyə qayıtmayıb onu bilmədi də başına nə iş gəlib. 11-də A. 12-də hansı cümlədə mübtəda və xəbərdən yalnız biri iştirak eləyir? Körpünü keçib kəndə tərəf getdilər. Getdilər xəbər, amma onlar sözü gizlənib. Ona görə 12-də D olacaq. 13-də himnimizin səsi ilə deyir, nədən dolur gözlərim? Qəlbim elə böyüyür, orada olur sözlərim. Yəni, insanın keçirdiyi qürur hissindən söhbət gedir. 13-də B. Bu da belə. 14-də işıq ucu görmək adətən kitabla bağlı işlərdə. Yəni, filankəsin kitabı işıq ucu görmüşdü, yəni çıxmışdı. 13-ə B dedik, 14-də C dedik. 15 hansı cümlədə nöqtələrin yerinə soyuq sözü yazılsa məcazi məna yaranar, məcazi soruşur. Bizə soyuq münasibət göstərildi. A variantı. 16-cıda nümunənin neçənci misrasında qoşma işlənmişdir? Yaqut kimi parlayır, bənzətmə qoşması kimi. 16-da D. 17-də deyir ki, hansında nitqsə səhv göstərilmişdir? C-yə baxaq, çox çalışmaq lazımdır. Çoxdan sonra məstər, feil gəlib, deməli çox zərf olar, say ola bilməz. 17C. 18-də məzmuna uyğun olmayan fikri soruşur. Deyir, Həsən ağacın altında tək oturmuşdu, amma D variantı yazır ki, yanında oturan dostu Seymur arabir ona sual verirdi. Aha, ona görə də 18-də D yanlış olacaq. 19-da hansı atlar sözündə antonim sözlər işlənmişdir? Ağıllı düşmən nadan dostdan yaxşıdır. Dost düşmən bir-birinə əksdir. 20-də müəllimin dediyi kitab maraqlı idi, olduqca maraqlı idi. Yəni 20-də də B. 19C oldu, 20-də B. Sürətli bir şəkildə videonun izahını yerləşdirdik. Bir daha təkrar edim ki, kanal sizin üçün, yəni bu video sizin üçün faydalı oldusa, kanala abunə olmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirəm.